Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz 9-cu sinifin ilk bölməsi, ilk mövzusu mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydaları. Demək olar ki, biz 5-ci sinifdə tanış olduqca ailədə davranış qaydaları, yəni biz deyərkən şagirdlər ailədə özlərini necə aparmalıdırlar. 6-cı sinifdə öyrəndilər məktəbdə ünsiyyət qaydaları necədir? 7-ci sinifdə ictimai nəqliyyatda davranış və ünsiyyət qaydaları necədir? 8-də xidmət sahələrində davranış və ünsiyyət qaydaları necədir? Və gəldik 9-a. 9-da isə mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydaları. Bəli, mədəniyyət müəssisəsi deyəndə nə başa düşürük müəllimlər? Gəlin baxaq. Hər bir şagird mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydalarını bilməlidir. Bu qaydalara əməl etmək hər birimizin borcudur. Bəs hansı müəssisələr mədəniyyət müəssisəsi adlanır? Gəlin baxaq. Mədəniyyət müəssisələri təyinatına görə bölünür. Birinci yer mədəni maarifləndirici müəssisələr. Bəli, mədəni maarifləndirici müəssisələr 1. 2. Teatr baxış müəssisələri 2. Bir də sərgi zalları, kitabxanalar, muzeylər, parklar, heyvanxanalar, İstirahət mərkəzləri. Bax, bunlar mədəni maarifləndirici müəssisələrə daxildir. İstirahət mərkəzi, kitabxanalar, muzeylər, parklar, heyvanxanalar. Növbəti teatr baxış müəssisələridir. Teatrlardır, konsert zallarıdır, sirklərdir. Bax, teatr baxış müəssisələri. Daha sonra sərgi zalları. Sərgi zallarına aiddir sərgilər, şəkil qaleriyalar. Bax, qaleriyalar. Deməli, gəlin ümumiləşdirək müəllimlər. Dedik ki, mədəniyyət müəssisələri neçə yerə bölündü? 3 yerə bölündü. Hansılardır? Mədəni maarifləndirici müəssisələr, teatr baxış müəssisələri, bir də sərgi zalları. Sizcə müəllimlər, teatrlar hansı mədəniyyət müəssisəsinə daxildir? Teatrlar. Bəli, teatr adından göründüyü kimi teatr baxış müəssisələrinə aiddir. Bəs heyvanxanalar hansı müəssisəyə aiddir? Maarifləndirici, mədəni maarifləndirici müəssisələrə. Bəs sərgilər? Bəli, sərgi zallarına daxildir. Muzeylər mədəni maarifləndirici müəssisələrə aiddir. Qaleriyalar sərgi zallarına aiddir. Konsert zalı, sirklər, bəli, bunlar da teatr baxış müəssisələri. İstirahət mərkəzləri, kitabxanalar, muzeylər, bunlar da mədəni maarifləndirici müəssisələrə daxildir. Yəqin ki, yadda qalar. Mədəniyyət müəssisələri təyinatına görə bölündü 3 yerə. Mədəni maarifləndirici, teatr baxış müəssisələri, bir də sərgi zalları. Keçək növbəti slaydımıza. Davranış mədəniyyəti nə deməkdir, müəllimlər? Davranış mədəniyyəti insanların bircə yaşayış zamanı, bəli, bircə yaşayış zamanı əməl edəcəkləri qayda-qanunlar, fərqli şəraitlərdə ətrafdakılarla ünsiyyət qurma bacarığıdır. Deməli, insanlar bircə yaşayırlarsa, onların əməl edəcəyi qayda-qanunlardır, fərqli şəraitlərdə ətrafdakılarla ünsiyyət qurma bacarığıdır, davranış mədəniyyəti. İnsan uşaqlıqdan elə ünsiyyət bacarığına yiyələnməlidir ki, onunla davranmaq, ailədə, iş şəraitində və istirahət zamanı hamıya xoş və rahat olsun. Bəli, bir təsəvvür eləyək ki, 2 şəxs bir-biri ilə söhbət edir. Biri son dərəcə mədəni, digəri isə kobud formada. Baxın, müəllimlər, hansı ki, ünsiyyət bacarığını biz uşaqlıqdan yiyələnməliyik. Uşaqlıqdan yiyələnməliyik və həm iş şəraitində, həm ailədə, həm istirahətə getdiyimiz zaman, yəni insanlarla xoş və rahat olsun deyə davranış mədəniyyətinə riayət etməliyik. İnsanın davranış mədəniyyəti müəyyən qədər onun daxili xüsusiyyətlərini əks etdirir. Bəli, insanın daxili nədirsə, nitqi də odur, davranış mədəniyyəti də odur. Düzgün, səmimi, özünə qarşı tələbkar, özünün və başqasının ləyaqətinə qiymət verən insan elə rəftar etməyə və görünməyə çalışmalıdır ki, onun xasiyyətində və davranışında heç bir sünilik, riyakarlıq, nəzakətsizlik olmasın.
Bəli, insanlar hansı ki düzgün, səmimi, özünə qarşı tələbkar, həm özünün, həm də başqasının ləyaqətinə qiymət verən, bax bu formada olmalıdır ki, kənardan baxanlar onu süni kimi, riyakar kimi, nəzakətsiz biri kimi tanımasın. Bu slaydda nə öyrəndik? Davranış mədəniyyətini öyrəndik. Nədir davranış mədəniyyəti? İnsanlar birlikdə yaşayanda, hansı ki onların əməl edəcəkləri qayda qanunlardır və yaxud da ki, fərqli şəraitlərdə insanlar ətrafdakılarla qurduğu ünsiyyət bacarığıdır. Bax, bu davranış mədəniyyətidir. Daha sonra, insan dedik ki, uşaqlıqdan elə ünsiyyətə yiyələnməlidir ki, həm ailədə, həm işdə, həm istirahət zamanı insanlarla xoş danışmalıdır və günü rahat keçməlidir, belə deyək. Bizim burada öyrənəcəyimiz hansı ki düzgünlükdür, səmimilikdir, tələbkarlıqdır, özünə tələbkarlıq, ləyaqət, baxın, bunların bir-bir açıqlamasına baxaq. Düzgünlük, biz bunu 8-ci sinifdə də keçmişdik, dürüstlük olaraq. Doğru danışmağa meyil göstərmək, doğrunu sevməkdir. Bəli, əgər biz yalan danışarsaq, bizi düzgün insan kimi tanımayacaqlar. Bəli, düzgünlük nə idi? Doğru danışmağa meyil göstərmək, doğrunu sevməkdir. Bəs səmimi insan necə olur? Səmimi insan dürüstlüyün təzahürüdür. Bəs dürüstlük nədir? Dürüstlük də elə doğru danışmaqdır. Verdiyi sözü yerinə yetirməkdir. Bəli. Dedik ki, səmimilik dürüstlüyün təzahürüdür. İnsani hiss və duyğularla digərlərinə yanaşma və bu hisslərin sözlərlə ona çatdırılmasıdır. İnsani hiss və duyğularla digərlərinə yanaşması və bu hisslərin sözlərlə onlara çatdırılmasıdır səmimilik. Bəs tələbkar insan necə olur? Tələbkarlıq şəxsiyyətin formalaşmasının göstəricisidir. Bəli, şəxsiyyətin formalaşması, yəni insan özünü formalaşdıra bilir, öz şəxsiyyətini formalaşdıra bilir. Bəs özünə tələbkarlıq nədir? Biz bunu tələbkarlıqla necə ayırd edəcəyik? Şəxsiyyətin daim öz dünya görüşünü genişlənməsi və yeni faydalı biliklərlə zənginləşməsi yolunda apardığı işdir. Deməli, özünə tələbkarlığı şəxs özü üçün öz dünya görüşünü genişləndirirsə, yeni faydalı biliklərlə zənginləşdirmək istəyirsə özünü, bu özünə tələbkarlıqdır. Öz üzərində işləməyi bacarır, belə deyək. Gəlin görək müəllimlər, ləyaqət nədir? Ləyaqət mənəvi əxlaqi kateqoriyadır. Mənəvi əxlaqi kateqoriya. Onun əsas məğzi şəxsiyyətə və özünə hörmətdir. Deməli, ləyaqət dedik ki, mənəvi əxlaqi kateqoriyadır. Onun əsas məğzi şəxsiyyətə və özünə hörmətli, ləyaqətli insan. Deməli, özünə hörmət edən insan ləyaqətli insandır, belə. Mədəni maarifləndirici müəssisələr şəxsiyyəti formalaşdırmalı. Onda diqqət, xeyirxahlıq, özünün və başqasının hərəkətlərinin nəticəsini görmək, mənfi emosiyaları saxlamağı, başqalarını dinləməyi bacarmaq, öz sözünün, hərəkətinin, davranışının hansı nəticə verə biləcəyini görə bilmək kimi bir çox əxlaqi, psixoloji keyfiyyətləri inkişaf etdirməlidir. Deməli, dedik ki, doğru danışmağa meyil göstərmək nə idi, müəllimlər? Doğru danışmağa meyil göstərmək. Bəli, düzgünlükdür. Bəs öz üzərində işləməsi, daim öz dünya görüşünün genişlənməsi, faydalı biliklərlə zənginləşməsi, bu nə idi, müəllimlər? Özünə tələbkarlıq idi. Bəs şəxsiyyətinin formalaşması, şəxsiyyətin formalaşmasının göstəricisidir. Bəs bu nə idi? Tələbkarlıq idi. Dedik ki, insanın hiss və duyğuları ilə digərlərinə yanaşması. Bəli, bu nə idi? Bəli, səmimi insan insani hiss və duyğularla zəngin olur, belə deyək. Gəlin görək diqqətlilik nədir, müəllimlər?
fikrin, görmənin, eşitmənin kimə və nəyə yönəldilməsidir? Deməli, biz fikrimizi, görməmizi, eşitməmizi kimə və ya nəyə yönəldilməsidir, belə deyək. Yönəldirik, diqqətli oluruq. Əgər bizim iş yoldaşımız olsun və yaxud da ki, şagirdlərə aid olsa, sinif yoldaşı olsun, bir insan üzgündürsə, bunu biz diqqət eləyə bilərik. Bəlkə bizimlə bölüşsə, daha yaxşı effekt verər. Qayğıkeşlik nədir, müəllimlər? Başqasına kömək etməyə həmişə hazır olmaqdır. Qayğıkeş insanlar hər zaman hazır olurlar ki, kiməsə köməklik göstərsinlər. Gəlin dözümlülüyə baxaq. Fiziki və mənəvi təsir zamanı səbirli olmaq, dözümlü olmaq. Baxın, səbirli olmaq. Ətraf mühitin canlıya təsir edən həddi qorumaq bacarığıdır. Ətraf mühitin canlıya təsir edən həddi qorumaq bacarığıdır. Bəs özünü idarə etmə nədir? Fərdi keyfiyyətlərinin sayəsində müdaxilə və ya kömək olmadan müstəqil şəkildə özü işinin öhdəsindən gəlməyi bacarmasıdır özünü idarə etmə. Deməli, öz fərdi keyfiyyətlərinə görə heç kimin ona kömək olunmur, heç kim ona kömək etmir və özü müstəqil şəkildə işin öhdəsindən gələ bilir. Bəli, özünü idarə edə bilir. Deməli, bir də refleksiya eləyək, müəllimlər. Dedik ki, mənəvi əxlaqa kateqoriyadır. Onun əsas məğzi şəxsiyyətə və özünə hörmətdir. Şəxsiyyətə və özünə hörmət nə idi? Ləyaqət idi. Bəli. Fikrinin, görmənin, eşitmənin kimə və ya nəyə yönəldilməsidir? Nə ola bilər, müəllimlər? Diqqətlilikdir. Bəli. Başqasına kömək etməyə həmişə hazır olan kimdir? Bəli, qayğıkeş insandır. Səbirli olması, ətraf mühitin canlıya təsir edən həddi qorumaq bacarığıdır. Kim? Hansı insan? Dözümlü insan. Sonra müstəqil şəkildə öz işinin öhdəsindən gəlməyi bacaran şəxs kimdir? Özünü idarə edən şəxs. Sivil dövlət yaratmaq üçün müasirləşməyə can atmaq lazımdır. Bunun ilk addımları isə ünsiyyət mədəniyyətidir. Bəli, ilk addımları nədir? Sivil dövlət yaratmaq üçün ilk addımları ünsiyyət mədəniyyətidir. Bəli, insanlar arasında mədəni əlaqələrin qurulmasında ünsiyyət mədəniyyəti böyük əhəmiyyət kəsb edir. Bəli, mədəni əlaqələrin qurulmasında təbii ki, ünsiyyət mədəniyyəti böyük rol oynayır. Bəs nədir ünsiyyət mədəniyyəti? Ünsiyyət mədəniyyəti davranış mədəniyyətinin bir hissəsi olub, insanın rəftarında özünü göstərir. Bəli, insanın rəftarında. Ünsiyyət mədəniyyəti dedikdə aşağıdakılar nəzərdə tutulur. Ətrafdakı insanların xüsusiyyət, hərəkət və davranışlarını doğru qiymətləndirmək. Bəli, insanların xüsusiyyətlərini, hərəkətlərini, davranışlarını doğru qiymətləndirmək. Yəni, real olmalıyıq da, özümüzdən uydurmamalıyıq, fərziyyələr irəli sürməməliyik. Vacib ünsiyyət bacarıqlarına yiyələnmək. Ünsiyyət bacarıqlarına yiyələnmək. Ünsiyyət qurduğun insanın fərdi keyfiyyətlərini nəzərə alaraq ona yanaşmağı bacarmaq. Deməli, nə edirik? İlk öncə, ünsiyyət mədəniyyəti deyəndə nə nəzərdə tutulur? Hansı ki, insanları qiymətləndirə bilirik, onların xüsusiyyətlərini, hərəkətlərini, davranışlarını. Daha sonra, ünsiyyət bacarığına yiyələnməliyik. Ünsiyyət qurduğun insanın fərdi keyfiyyətlərini nəzərə alaraq ona yanaşmağı bacarmaq. Növbəti slaydımızda baxaq. Deyir ki, ünsiyyət mədəniyyəti xarakterin müəyyən cəhətlərini əhatə edir. Məsələn, insanlara hörmət, xeyirxahlıq, səmimilik, dözümlülük və s. Deməli, xeyirxahlıq nədir, müəllimlər? Kiməsə yaxşılıq etməyə bacarığı. Bax, bunu qayğıkeşliklə səhv salmırıq. Qayğıkeşlik davranış mədəniyyətinə aid idi. Başqasına kömək etməyə həmişə hazır olmaq. Amma xeyirxahlıq kiməsə yaxşılıq etməyə bacarıqdır. İnsan mütləq ünsiyyət qurmağı öyrənməlidir.
Yəni, qarşılıqlı əlaqələrin müxtəlifliyi haqqında maariflənməli, ətrafdakıların hərəkətlərinə və əməllərinə adekvat reaksiya verməyi, sosial aləmdə davranış modeli qurmağı bacarmalıdır. Bəs adekvat nədir, müəllimlər? Yəni, tam uyğun, eyni reaksiyanı verməyi. Bütün bu etik qaydalar dərin humanizmə əsaslanmalıdır. Deməli, bütün bu etik qaydalar dərin humanizmə əsaslanmalıdır. Davranış mədəniyyəti insanlara hörmətlə yanaşmaq və düzgün rəftar etməkdir. Bəli, insanlarla düzgün davranmaq, düzgün onlara rəftar etmək davranış mədəniyyətidir. Xeyirxahlıq və dözümlülük ədəb və mərifəti inkişaf etdirir. Xeyirxahlıq və dözümlülük, ədəb və mərifəti inkişaf etdirir. Bəli, ola bilsin ki, testlərdə düşünün, ədəb və mərifəti nə inkişaf etdirir? Bəli, xeyirxahlıq və dözümlülük. Bəs mərifət nədir, müəllimlər? Biz bunu 8-ci sinifdə keçmişik, mərifətlilik. Deməli, insanın müxtəlif vəziyyətlərdə müəyyən edilmiş qaydalara riayət etməsidir. Biz bunu 8-də də keçmişdik, hansı ki, danışıq zamanı, şəxsi və işgüzar münasibətlərdə gözlənilməsi lazım olan ölçü, hansı ki, həddidir, sərhəddi hiss etməyə bacarıqdır. Bax, bunlar mərifətlilikdir. Mərifət nə oldu, müəllimlər? İnsanın müxtəlif vəziyyətlərdə müəyyən edilmiş qaydalara riayət etməsidir. Bəs ədəbli olmaq nə idi, müəllimlər? Bu da təkrardır. Hansı ki, biz bunu davranış mədəniyyətində keçmişdik. Ədəbli olmaq, ədəblilik. Dəyərlər çərçivəsində özünü aparmaq. Biz bunu 8-də keçmişdik. Ədəbli olmaq təkcə ədəb qaydalarını bilmək deyil, həm də insanlar arasında münasibətin ölçüsünü hiss etməkdir. Bəli, münasibətin ölçüsünü hiss etməkdir. Məsələn, insanlar var, zarafat eləyirlər və zarafatın sonunda dalaşırlar. Baxın, lazımi ölçüdə dayanmış olsaydılar, dalaşmazdılar. Mədəni ünsiyyətin görünən tərəfi öz adət və vərdişlərini kənara qoyub, başqaları ilə sərbəst ünsiyyətə girməyə bacarıqdır. Ünsiyyətdə ədəb ərşan tərbiyəlilikdən daha dərin məna kəsb edir. Deməli, nəzakətlilik nədir, müəllimlər? Biz bunu yenə 8-ci sinifdə keçmişdik davranış mədəniyyətində. Nəzakətlilik, hansı ki, bizim 8-də keçdiyimizdə mədəni nəcib davranışı idi. Burada necədir? Müraciət zamanı gözlənilən ədəb və mərifətdir. Bəli, ədəb və mərifətdir, nəzakətlilik. İnsanların davranış mədəniyyəti onlarda fərqli spesifik ünsiyyət bacarıqlarının olması ilə sıx bağlıdır. İnsanın tanış olduğu tərəf müqabili haqqında ilkin fikirləri dəyişə bilməsi bacarığıdır, davranış mədəniyyəti. Əlbəttə, müsahibimizin görünüşü, davranışı, geyimi, nitq qabiliyyəti bizim onun haqqında ilk təsəvvürümüzü formalaşdırır. Ünsiyyət qura bilmək qabiliyyətinə hər kəs malik olmur. Buna baxmayaraq, sözlə necə rəftar edilməsinə biganə qalmaq olmaz. Ucadan deyilən söz bütün zamanlarda ünsiyyət qurmaq və insanlara təsir etmək üçün böyük vasitə olmuşdur. Məhz söhbət əsnasında həm söhbətimizi tanıyırıq, bizdə onun intellekti, mədəniyyəti, davranışı barədə ilkin məlumat formalaşır. İşgüzar söhbətin aparılması fərdi ünsiyyət səviyyəsinin göstəricisidir. Bəli, müəllimlər, bax, bunlar hamısı söz yığınları da oxuduqca, yəni bitmir, hansı ki, məzmun. Deməli, gəlin bir də refleksiya eləyə görək, xeyirxahlıq nə idi? Kiməsə əgər yaxşılıq eləyirsə, bəli, bu xeyirxahlıqdır. Dedik ki, müəyyən edilmiş qaydalara riayət edilməsi hansı idi? Bəli, mərifətli insan idi ki, müəyyən edilmiş qaydalara riayət edir. Bəs insan necə ədəbli olsun? Qaydaları bilməyi bəsdirmi? Xeyr, ədəb qaydalarını bilmək
təkcə ədəb qaydalarını bilmək deyil, eyni zamanda da insanlar arasında hansı ki o münasibətin ölçüsünü hiss etməkdir. Bəli, insan söhbət eləyəndə bilir ki, bunun sözün sonu söz-söhbətə problemə gedir. Bəli, əgər elə sözü orada da dayandırırsa insan, deməli ədəblidir, öz ədəbini qorumuş olur. Nəzakətli insan da hansı ki müraciət zamanı gözlənilən ədəb və mərifətdir. Deməli, dedik ki, mədəniyyət ocaqlarında davranış və ünsiyyət qaydaları nədən ibarətdir, nədən bəhs edir? Kitabxana, muzey, sərgi kimi maarifləndirici müəssisələrdə özünü aparmaq və ünsiyyət qurmaq qaydalarına diqqət yetirək. Bəzən şagirdlər kitabxanada özlərini həddindən artıq səs-küylü aparırlar, fəal aparırlar ki, bu da onların haqqında pis təəssürat yaradır. Amma çox vaxt belə davranış şagirdin sadəcə mədəniyyət ocaqlarında özünü aparmaq qaydalarını bilməməsinin nəticəsi ola bilər. Bəli, ola bilsin ki, şagirdin məlumatı yoxdur ki, kitabxanada, muzeydə, sərgidə özünü necə aparmalıdır. Gəlin baxaq, kitabxanada davranış qaydaları necədir? Kitabxananın oxu zalında olarkən mütləq tam sakitliyə riayət olunmalıdır. Başqalarına mane olmamaq üçün astadan, bəzən isə pıçıltı ilə danışmalıyıq. Kitabı vərəqləyəndə səssiz vərəqləməliyik. Səhifələrin kənarında qələm, karandaş, qeydlər aparmaq. Bəli. Yadda saxlamaq lazımdır ki, müəllimlər, sizdən sonra bu kitabları başqaları da istifadə edəcək. Bəli, bu təbii ki, uşaqlara aiddir. Kitabı müəyyən edilmiş vaxtdan çox saxlamayın. Hansı ki, uşaqlar kitabxanadan kitab götürürlər. Müəyyən edilmiş onlara vaxt verilir ki, bu vaxt ərzində gətirib qaytararsınız. Unutmayın ki, kitablar təkcə sizə deyil, kitabxanaya gələn bütün oxuculara lazımdır. Muzey və sərgilərdə davranış qaydaları. Muzeyə gələn ziyarətçi eksponatlara baxmazdan əvvəl müəyyən qaydalarla tanış olmalıdır və müəyyən qaydalara əməl etməlidir. Məsələn, muzeyə gəldikdə şagirdlər üst geyimini, ağır əşyalarını qardıroba yerləşdirirlər. Qardırob nə idi, müəllimlər? Paltar saxlanılan yer, hansı ki, paltar dolabı deyilir buna. Ağır əşyalar da nə ola bilər? Ola bilsin ki, çantamız olsun, portfolyomuz olsun. Böyük muzeylərdə və sərgilərdə sərbəst hərəkət edə bilmək üçün xüsusi bələdçi kataloqları, müəyyən sistem üzrə düzəldilmiş siyahısı. Bəli, kataloq hansı ki, müəyyən sistem üzrə eyni əşyaların müəyyən sistem üzrə düzəldilmiş siyahısıdır. Bəli, kataloqları əldə edin. Bir dəfə ziyarət etməklə eksponatların hamısını görməyə can atmayın. Yaxşı olar ki, müəyyən bir zalı seçib, onun eksponatları ilə diqqətlə tanış olasınız. Muzeyin digər eksponatlarına isə başqa vaxt gəlib rahat baxa bilərsiniz. Deməli, muzeydə necə davranmalıyıq? Səssiz olmalıyıq. Bəli, səssiz olmalıyıq. Ucadan danışmamalıyıq. Audio-texniki vasitələrdən istifadə etməməliyik. Musiqi dinləməməliyik. Bəli, bax, bunlar hamısı muzeydə baş verir. Gördüklərinizi ucadan müzakirə etməyin. Əsərlərin və ya müəllifin ünvanına tənqidi fikirlər deməyin. Əsərin tarixi və müəllifi haqqında məlumat verən muzey bələdçisini diqqətlə dinləməliyik. Hansısa bir sənət əsəri haqqında fikir mübadiləsi apararkən ətrafdaşları narahat etməməyə çalışmalıyıq. Hər hansı bir eksponatla tanış olmaq üçün başqalarının önünə keçməməliyik. Onların baxıb qurtarmasını gözlədikdən sonra, yerin boşalmasını gözlədikdən sonra nə edirik? Eksponatlarla tanış oluruq. Muzeydə və sərgilərdə müəyyən olmuş sərhədi keçməyin, eksponatla əl-ələ toxunmayan.
hansı ki bizim üçün sərhəd çəkilir, o sərhədi keçmirik. Eksponatlara da əl ilə toxunmuruq. Güclü işıq effekti olan fotoaparatla şəkil çəkmirik. Bəli. Deməli, işıq effekti çox olan fotoaparatla şəkil çəkmirik. Teatr baxış müəssisələrində ünsiyyət və intizam qaydaları. Gəlin, bunlara da baxaq. Teatra vaxtında gəlməliyik. 3-cü zəngdən sonra tamaşa zalına giriş üçün mübahisə etməməliyik. Tamaşa zalında video, audio, foto çəkilişlər etməməliyik. Bu hərəkətlər tamaşaçıların rahatlığını, tamaşanın gedişini pozur. Aktyorların işinə mane olur. Onların diqqətini yayındırır. Bəli, neyinirik? Hansı ki, foto çəkilişlər eləmirik. Tamaşa başlamazdan əvvəl mobil telefonu söndürmək lazımdır. Bəli, tamaşa gedə-gedə zəng çalanda telefon, yəni narahatçılıq verə bilərik. Bəs üst geyimlərimizi neyinirik? Üst geyimlərdir, ağır çantalardır. Bunları qardıroba təhvil veririk. Öz yerimizə sıraların arası ilə üzü oturan tamaşaçılara tərəf olmaqla keçmək lazımdır. Deməli, üzümüz oturan tamaşaçılara tərəf olmaqla keçməliyik. Əgər tamaşa zalında yerinizi tutmusunuzsa, yerinə keçmək istəyənlərə ayaq üstə qalxmaqla yol verə bilərik. Deməli, biletimizdə qeyd olunan yerdə əyləşməliyik. 5 nömrəli yerdirsə, biletdə yazılıbsa 5 nömrəli, biz də 5 nömrəlidə otura bilərik. 10 nömrəlidirsə 10-da, 125-dirsə 125-də. Əgər bu yer tutulubsa, əyləşən tamaşaçı durmaq istəmirsə, mübahisəyə girməməliyik. Zal nəzarətçisinə məsələnin həllində kömək istəyə bilərik. Oturarkən ayaqlarınızı və qollarınızı geniş açıb ətrafdakılara mane olmamalıyıq. Tamaşa zamanı danışmırıq, təəssüratlarımızı fasilədə bölüşə bilərik. Zala yeməkdir, içəcəklərdir, yəni bu cür şeylər aparmamalıyıq. Tamaşanın sonunda aktyorları alqışlamalıyıq və tamaşa sona çatmamış zalı tərk etməməliyik. Bəli. Tamaşa gərək bitsin ki, ondan sonra biz zalı tərk eləyə bilərik. Bəli, müəllimlər, bunlar da hansı ki, teatr baxış müəssisələrində ünsiyyət və intizam qaydalarıdır.